Bugün size YouTube'dan, Instagram'dan, TikTok'dan bu kimi sosyal şəbəkələrdən video yükləməyi və ya MP3 yükləməyi, yəni MP3 şəklində və ya video şəklində yükləməyi göstərəcəm. Bunun üçün biz əvvəlcə Chrome proqramını açırıq. Chrome proqramına tıklayandan sonra axtarış yerinə giririk və burada axtarış yeri var. Axtarış yerinə basırıq, Snaptube sözünün üstünə. Burada rəsmi sayt gəlir, snaptube.com. Bura tıklayırıq, sayt açılır. Bu rəsmi saytdır. Proqramın öz saytını açandan sonra burada Snaptube'u indirin yazılır. Snaptube'u indirin, yəni telefona yükləyin. Buna basandan sonra avtomatik fayl yüklənir. Yüklənəndən sonra bu üç nöqtəyə basırıq. Üç nöqtəyə basandan sonra indirilənlər bölməsinə basırıq. Budur bizim proqramımız. Bunu telefonun öz proqramı ilə açırıq. Paket yükləyici. Bu proqramdan açırıq. Yükləyirik telefona. Snaptube yüklənir telefona. Burada da aça bilərik. Proqramlar yerindən də Snaptube aça bilərik. Snaptube'a girəndə icazəsini veririk, bildiriş icazəsini. Sonra sonraki bölməyə basırıq. Sonraki edirik. Var edəndən sonra proqram hazırdır, istifadəyə hazırdır. Ondan sonra YouTube'a giririk, oradan bir video seçib yükləyirik. Video yükləmək üçün isə nə edirik? Buradakı ox işarəsinə basırıq, paylaş işarəsi, yəni bir proqramı göndərmək. Burada da çeviririk və Snaptube'u tapırıq, Snaptube'u basırıq bir dəfə və burada müzik və video kimi yükləyə bilirik. Burada müzik, burada aşağıda video bölməsi var. Video bölməsində bir çox keyfiyyət xüsusiyyətləri var. Məsələn, 144-dən 1000K, 2000K, 4000K kimi yükləyə bilirik. Məsələn, 1080 normaldır, 720 də normaldır, amma 2K, 6K məsələn daha keyfiyyətli yükləmək istəyənlər eləyə bilər. Məsələn, telefonlarda 1080 əsasən açılır. Biz 360 hələlik yükləyirik, tez olsun deyə. Burada izin vermək lazımdır ki, bu telefona köçsün video. Burada icazəsini veririk. Tüm dosyalara erişir. Bu icazəni verəndən sonra video avtomatik yüklənir. Bəzi videolarda da reklam izləməli olursunuz. Bir çox videolarda. Burada 5 saniyə gedir yuxarıda sağ küncdə. O 5 saniyədən sonra X-in tam ortasına tıklamaq lazımdır. Tam ortasına tıklamazsanız, gözü bir də 5 saniyə başladı. 5 saniyə sonra yenə X-in tam ortasına basırsınız. Əgər tam ortasına basmazsanız, Chrome'da reklamı açacaq. İzin ver. Bildiriş izinini veririk. Burada videomuz hazırdır. Snaptube'a girib, oradan da videomuzu görə bilirik. Buradan aça bilirik. Budur videomuz, buradan görünür. Biz də qaleriyadan baxırıq. Qaleriyadan videomuzu seçirik. Açırıq. Videomuz işləyir. Əlavə olaraq bu bildirişi buradan bağlamaq üçün bu üç nöqtəyə basırıq. Buradan bağlaya bilərik. Bildirimləri göstər. Və yaxud bildirimləri bu cürdə bağlaya bilərik. Snaptube proqramının üstünə basıb saxlayırıq. Basıb saxlayandan sonra belə bir məlumat bölməsi gəlir. Buradan bildiriş yerinə giririk. Məlumat bölməsinə. Məlumat bölməsindən bildiriş yerini tapırıq. Buradan bağlayırıq birincini. Hamısı bağlanır. Hamısı bağlanandan sonra çıxırıq. Vəssalam. Bu qədər.